Salam əziz birincilər. Bugün sizinlə növbəti mövzumuzun bugünkü mövzumuz informatika dərsinin 5-ci mövzusudur. Yuxarı, aşağı, sağ, sol. Burada bir şəkil görürük. Uşaqlar, şəkildə ən yuxarıda kim dayanıb? Bəli, ən yuxarıda bu oğlan dayanıb. Bəs yaxşı, şəkildə ən aşağıda kim dayanıb? Qız dayanıb. Uşaqlar, siz sağınızı, solunuzu, sizdən yuxarı və sizdən aşağını tanıyırsınızmı? Gəlin, evdə özümüz bunu məşq edək. Uşaqlar, əgər siz solxay deyilsinizsə və yazını sağ əlinizlə yazırsınızsa, yəni normal olan qayda ilə yazırsınızsa, bu o deməkdir ki, sizin qələm tutduğunuz əliniz sağ əlinizdir, digər əliniz isə sol əlinizdir. Siz hansı istiqamətə çevrilirsinizsə çevrilin, sizin qələm tutduğunuz əliniz sağ əliniz, digər əliniz isə sol əliniz. Qələm tutduğunuz əliniz olan istiqamət sağ tərəfiniz, digər istiqamətiniz isə sol tərəfiniz olacaq. İndi isə ətrafınıza baxın və sizdən sağda, sizdən solda, sizdən yuxarıda və sizdən aşağıda olan əşyaları tapın. Fəaliyyət bölməsində eynən mənim dediyim kimi tapşırıqlar verilib. Sinifdə sizdən sağda və solda əyləşən yoldaşlarınızı müəyyən edin. Siz də evə baxaraq, sizdən sağda və solda olan əşyaları və ya insanları müəyyənləşdirə bilərsiniz. Sinif otağının yuxarısında və aşağısında olan əşyaları sıradalayın. Sizdən öndə və sizdən arxada kim oturur? Sonra isə bir nümunəyə baxırıq. Bağa xanalı vərəqdə 2 xana sağa və 3 xana yuxarı getdi. Onu belə göstərmək olar. 2 xana sağa, 1 xana, 2 xana, 2 xana sağa və 3 xana yuxarı getdi. 1, 2 və 3. Sonra uşaqlar görək növbəti tapşırıqda nə var? Tapşırığı isə artıq siz hərəkət etdirməlisiniz. Yəni siz icra etməlisiniz. Burada deyir bağa əvvəlcə 3 xana yuxarı qalxır. Bağa olduğu yerdən 3 xana yuxarı qalxır. 1, 2 və 3. Bağa gəldi bura və 2 xana sağa gedir. 1 və 2. Deməli bağa hansı? Hara gəldi, çıxdı. Bağa gəldi. Məhz işarələdiyimiz hissəyə çatdıq. Yəni, uşaqlar bağa bu hissədə yerləşəcək. İndi isə gəlin növbəti tapşırığa baxaq. Otaqda hansı əşyalar var? Masaya görə əşyaların yerini müəyyənləşdirin. Uşaqlar, masamız baxın buradadır. Masanın sağ tərəfində hansı əşyalar yerləşir? Masanın sağ tərəfində şkaf yerləşir. Bəs masanın sol tərəfində nə var? Masadan solda bizi divan qarşılayır. Masadan yuxarıda nə var uşaqlar? Masadan yuxarıda çilçıraq var. Masadan aşağıda isə xalça var. Uşaqlar, bugünkü dərsimiz bu qədər. Ancaq burada öyrəndiklərinizi yoxlayın. Yəni, bölmə ərzində öyrəndiklərimizi yenidən təkrarlamaq üçün bizə tapşırıqlar verilib. Gəlin bu tapşırıqlarla da tanış olaq. Sarı rəngli və düzbucaqlı formalı əşyanı tapın. Bu əşyalardan hansı həm sarı rəngdədir, həm də düzbucaqlı formasındadır. Gəlin onu müəyyənləşdirək. Bəli, bu əşya həm sarı rəngdə, həm də düzbucaqlı formasındadır. Sonra ikinci tapşırıqda deyil, növbəti fiqur nə olmalıdır? Qırmızı dördbucaqlı, mavi üçbucaq, qırmızı dördbucaq və mavi üçbucaq. Növbəti əşya təbii ki, qırmızı dördbucaq olmalıdır. Biz bunu müəyyənləşdirmiş olduq. Gəlin, öz rənginə uyğun şəkildə də sizin üçün bunu rəngləyək. Sonra uşaqlar, keçək növbəti tapşırığa, üçüncü tapşırığa. İki əşya arasındakı fərqləri tapın. Birinci əşya və ikinci əşya bir-birinə nəyinə görə fərqlənir? Rənginə görə. Birinci
sarı rəngdədir, ikinci isə yaşıl rəngdədir. Sonra nəyinə görə fərqlənir uşaqlar? Birincinin 2 dənə cibi var, ikincinin isə 1 dənə cibi var. Növbəti tapşırığa baxırıq. Ağacdan sağda nə yerləşir? Ağacdan sağda nə yerləşir? Ağacın sağ tərəfində uşaqlar ördək yerləşir. Bəs ağacdan solda nə yerləşir? Pişik yerləşir. 5-ci tapşırıq. Verilmiş əlamətə görə heyvanı tapın. Boz rəngdədir. Balaca quyruğu var və canavardan qorxur. Uşaqlar, sizcə bu hansı heyvandır ki, həm boz rəngdədir, həm balaca quyruğu var, həm də canavardan qorxurlar? Bəli, əlbəttə ki, dovşandır bu. Pişik boz rəngdədir, bəli. Amma quyruğu balaca deyil. Ona görə də pişik bu qaydanı pozur. Fil boz rəngdədir, bəli. Filin həm də balaca quyruğu var. Amma fil canavardan qorxmaz, çünki fil çox böyükdür. İt isə uşaqlar boz rəngdə deyil. Ona görə də it də bu qaydanı pozmuş olur. Artıq əşyanı tapın. 6 nömrəli tapşırıqda bizdən artıq olan əşyanı tapmağımız tələb olunur. Uşaqlar, bu nədir? Çaydan. Bu nədir? Qazan. Bu nədir? Top. Bu nədir? Fincan. Uşaqlar, görürsünüzmü? Bunların üçü də mətbəx əşyasıdır. Çaydan, qazan və fincan. Amma top isə mətbəx əşyası deyil. Ona görə də artıq olan əşya burada topdur. Bugünkü dərsimiz bu qədər. Ümid edirəm, dərsimiz sizin üçün faydalı olmuşdur. Dərsimizi bəyənməyi unutmayın. Hələlik.